Başladı. Deməli, dərsimiz nə olur? Şimacan. Yaranması, deməli, 861-ci, sübutu 1538. Biz bir dəfə, iki dəfə artıq Şirvanşah keçmişik, düzdür. Artıq üçüncü dəfə Şirvanşah keçirik. Üç dənə paytaxtlar olmuş şəhərlər. Birinci ondan başda Şirvan, sonra Şamaxı. Şamaxı 918-dən paytaxt oldu, Əbu Tahir köçürmüşdür. Bir də Bakı. Bu da 1192-ci ildə Aksanın dövründə zəlzələ baş vermişdir, da paytaxt köçürmüşdür Bakı şəhərinə. Zəlzələ Şamaxıda baş vermişdir. Sonra biz ilk Şirvanşah haqqında ilk dəfə danışmağa başladıq, hansılar haqqında danışmışıq? Mərziyədilər. Nə keçəcək? Mərziyədilər. Mərziyədilər 861-dən 1027-yə qədər hakimiyyət olublar. Mərziyədlərin bütün nümayəndələri yox, sadəcə hökümdarları qeyd edirlər. Deməli, bir, Heysam İbn Xalid, hakimiyyət 861-862-ci illərdə dövlətin əsasını qoymuşdur və Şirvanşah titulu götürmüşdür. 2. Əbu Tahir 917-948-ci illər bunun dövründə dövlətin ərazisi Dərbətdən Kür çayına qədər uzanmışdır. Bir də paytaxt Şamaxı şəhərini 918-də köçürülmüşdür. Bu bizə məlum olan bütün məziyyətlər ilə, hökümdar kimi. Amma orada var, məsələn, Yezid ibn Məziyyət, Məhəmməd ibn Yezid də var. Sonra bizə gəldi hansı sülalələr, Kəssanilər. Biz bunlar haqqında artıq danışmışıq. Bunların hakimiyyəti demək 1027-dən 1382-yə qədər. İnşallah günlər Kəssanın söhbətini bağlayır, Kəssanın artıq olmayacaq. Deməli, Kəssanın bizə məlumat ilk nümayəndəsi biz danışmışdıq bunun haqqında. Birinci, Mənüçöhr. Adam Slavyanlara qarşı 1932-ci illərdə mübarizə aparmışdır. Bunun hakimiyyəti 1027-1034. Sonra 2 Kəssanın bizə məlum olan. Birinci Fəribüs, bəli, şükür, aydan səs. Bunun hakimiyyəti 1096. Buna aid idi. 1066-cı ildə Səlcuqların asılığı qəbul etmişdi. Bir də 1075-ci ildə Dərbəndi özünə birləşdirmişdi. Hakimiyyətinin sonlarına yaxın dövlətin müstəqil idarə etməyə başlamışdı. Mən onu demişdim ki, 1092-də Səlcuq dövlətində Məlikşahın ölümü ilə bağlı bir şeydir. Yəni, hakimiyyətin son 4 ilini dövlətin müstəqil idarə edirdi. Bir də 40.000 dinar ödürdü. Yəni, Səlcuqların asılığı qəbul edəndə. Bir də nə demək istəyirdim buna? Amma Səlcuqların asılığı qəbul etsə də daxili müstəqilini qoruyub saxlayırdı. Hansı titul daşımağa məcbur edilmişdi? Məlik. Hə, burada üçüncü nümayəndə bizə məlum olan birinci Afridun. Hakimiyyəti 1107-1120-ci illərdə. Səlcuqlar ittifaqı pozmamışdı. Ona görə də deməli Gürcülərin yürüşünə məruz qalmışdı və Dərbənd dağılmışdı. Sonra burada bizə kim məlumdur? 4, 3-cü Mənüçöhr. Hakimiyyəti 1120-1160-cı illərdə hakimiyyət oldu. Bəli. Bunun dövründə dövrümüzdə Azərbaycan tutmaq istəyirdi. Bir də Səlcuqlar Qafqazdan qovmaq istəyirdi. Bu məqsədlə də o dövrümüzdə öz qızını üçüncü Mənüçöhr ələ vermişdi. Tamar, yanında gəldi bu. Sonra Tamarda çay çevişini cəhd göstərir, adı alınır. Bir də Avropa sərhədçilərlə, Qıpçaqlarla, Asetinlərlə, Bizansla ittifaq bağlamışdır. Ki, Didikoli döyüşü baş vermişdir. Ona görə 22 tordan sonra olan evi arasında dava çıxmışdır. Didikoli şahlıqlarının arxadır. Hə, bir də burada sonuncu bizə məlum olan adam, 5-ci, bu olur bizdə 1-ci Aksitan. 1160, 1190